5 yaşlı uşaqlara məktəbə hazırlıq qruplarında dərs deyən müəllimlər imtahan verib. Bakı şəhəri üzrə 836 qrup artıq sertifikatlı müəllimlərdən dərs alacaq. Müəllimlər üçün imtahan Bakı şəhəri üzrə 3 mərkəzdə keçirilib. Müəllimlərin biliklərinin səviyyəsi qiymətləndirmə imtahanının nəticəsindən asılı olacaq. Sertifikatlar dediyimiz şəkildə, yəni müəllimlərin yığdıqları bala uyğun olaraq, yəni üzərində topladıqları balları göstərilmə şərti ilə müəyyən edilir və hər kəs, yəni imtahandan topladığı bala uyğun həmin nəticəsinin sertifikatında qeyd olunması ilə müvafiq sertifikatla təmin olunacaqlar və artıq onların fərqləndirilməsi və yaxud əlavə təlimlərə cəlb olunması yəqin ki, gələcək planlarda nəzərə alınacaq və həmin ərəfədə onların barəsində müvafiq qərar veriləcək. 1 saat davam edən imtahanın müəllimlər üçün çətin keçmədiyi aydın görünürdü. Məktəbdə bunlardan istifadə etdiyimizə görə heç bir çətinlik çəkmədik, asandır. Hər birini aydın yerinə yetirməyə çalışdıq. Suallar keçdiyimiz məşğələlərə uyğun salınmışdı. Çox çətin suallar deyildi. Mən sualların hamısını cavablandırdım. Ümid edirəm ki, nəticə yüksək olacaq. Nəticələr yaxın günlərdə açıqlanacaq.